İmam Hüseyin əleyhissalamın dəvəti. Rejissor Hüseyin Söheylizadə. Müəlliflər Əli Rza Kazimpur, Səid Cəlali, Mühəmməd Biranvərd. Rollarda Fərar Mərz Qəriban, Hamid Behdad, İlham Həmidi, Mərcan Şir Mühəmmədi və başqaları. Beşinci hissə. Kömək edin. Kimsə varsa qapını açsın. Ətrafda kimsə yoxdur. Kömək edin. Səsimi eşidən yoxdur. Nədir? Nə səs-küy salmısan? Səsin həyəti bürüyüb. Nə olub? Sakit ol, aram ol. Sən kimsən? Sənin kimi bir bədbəxt. Qulaq as. Gəl bu qapını aç. Xahiş eləyirəm. İcazə ver gedim. Yalvarıram, aç qapını. Əgər bu qapının açılması qərar olsaydı, mənim burada nə işim vardı? Ged otur bir küncdə, daş divarı sındırma. Məni nə üçün uğurladınız? Canımdan nə istəyirsiniz? Niyə rahat buraxmırsınız? Niyə, nə üçün? Bunun mənə aidiyyatı yoxdur. Sən otur orada, mən də öz daxmamda. Əgər dava-dalaş istəmirsənsə səsin çıxmasın. Yaxşısı budur, ağzını yum. Qışqır, bağır salma. Yoxsa səni bu çubuqla sakit eləyərəm. Məni kim uğurlatdırıb? İmad, yoxsa onun axmaq müşaviri? Sözlərinə fikir ver, ha, tərbiyəsiz. Bu nə cür danışmaqdır? Budur ali mədəniyyətiniz. Sizdən şikayət eləyəcəm. Hamınızı məhkəməyə verəcəm. Rüsvay edəcəm. Birincisi, məni cəza ilə, məhkəmə ilə qorxutma. Mən ömrümün yarısını zindanda keçirmişəm. İkincisi də, sən buradan çıx, sonra meydan oxu. Mən buradan çıxacam. O qədər qışqıracam ki, bir adam dadıma çatsın. Cəhənnəmə o qədər qışqır ki, boğazın batsın. Səs-küy eləyib, boğazın xırıldasın. Balaca xanım. Bunu bil ki, bu ətrafda mən bədbəxtdən başqa heç kəs yoxdur. Səsini eşitsin. İndi nə qədər bacarırsansa qışqır. Dayan. Götür. Bu nədir? Qızıldır. Məni buradan burax. Sənə artıqlaması ilə verərəm. O qədər gətirirəm ki, həyatın dəyişər. Bircə bu qapını aç, çıxın bayıra. Götür. Pis malı sahibinə sat. Elə bilirsən, avamam. Zərgər olmasam da qızılla saxtanın fərqini yaxşı bilirəm. Cəmaatın boynundan o qədər qızıl oğramışam ki, qızılın iyini uzaqdan bilirəm. Ay bədbəxt, əgər özünə yetişsəydi, burada nə eləyirdin? Get, küncdə otur. Başa düşdün məni? Yoxsa sənin üçün pis olar. Bu nə deyirsən? Düzdür, saxtadır. Amma söz verirəm, əslini gətirərəm. Ölmə eşəyim yonca bitincə.
Otur halını ağla. Xanım, bura çox soyuqdur xanım. Heç olmasa icazə verin sizinlə oturum. Mən burada qorxuram. Bağışlayın cənab Xəlili. Əllərinizi birləşdirin. Əgər imkan varsa, sol əli üstə qoyun ki, nişan üzüyünüz görsənsin. Lap yaxşı. İndi isə gülümseyin. Bağışlayın, bir dəqiqə üzr istəyirəm. Arxası boş olmasa yaxşıdır. Narahat olmayın, onu Photoshopla düzəldərik. Ola bilsin əslindən istifadə elədik. Şəhrəm, Bir dəqiqə sola dön. Şəhrəm, Acan, mən bu şəkilə razı deyiləm. Neçə dəfə demişəm, necə var elə də olsun. İstəmirəm. biz bu haqda bir neçə dəfə mübahisə eləmişik. Bir neçə mübahisə. Bunların hamısı təbliğat üçün görülən işlərdir. Bu oyun deyil, buna ehtiyac yoxdur. Əzizim, nə Ehtiyac qədər yoxdur. deyim inanasan. Ehtiyac yoxdur. Lazım deyil. Bu mənim işimdir. Bu eynəyi gözünüzə taxın. Bu nədir? Eynəkdir. Baxanlara böyük təsir göstərir. Cəmaatın rəyinə təsir Sənin göstərir. rəftarın buna gətirib ki, mənə eynək taxmağı təklif eləyir. Mən ki, heç vaxt eynək taxmamışam. Əzizim, bunun əsəri Ağacan, bunu götürün. Bağışlayın. Bir dəqiqə üzr istəyirəm. bağışlayın, bizi tək qoyun, mən sizi çağıraram. Nə olub İmatcan? Qardaşım, yenə özün döndü. Biz bu haqda neçə dəfə danışmışıq canım. Biz bu şəkildə səni vitrinlərə yapışdıra bilmərik. Dəyişiklik olmalıdır, ya yox? Vacibdir dəyişiklik. Bu cəmaatın ağlı var, şuuru var. Onlar bunu həmin an başa düşərlər. Bu iş tamaşaya oxşuyur. Mən buna razı deyiləm. Bu tamaşanın rejissoru mənəm. Sərhədləri özün təyin edirəm. Mən özüm bilirəm ki, bu saxtakarlıqdır. Hansı cəmaat? Əzizim, niyə başa düşmürsən? Səni gərək hamı görsün. O bədbəxt cəmaat ki, küncdə bucaqda yaşayır, səni kürsüyə otuzdurmaq istəyir. Hardan başa düşsünlər ki, sən yaxşı xeyirxah adamsan? Cəmaat belə şeylərə fikir verir. Təbəssümə, rənglərə, onlar o kəsə rəy verirlər ki, yollara asfalt çəkəcəyini deyir, torpaqlara gübrə səpəcəyini, körpülər salacağını deyir. Niyə təsliq eləyir? Bağışlayın ağay mühəndis. Yoldaşınız burada gözləyir. Mənim yoldaşım. Bəli. Salam. Salam. Xəbərsiz gəldin. Buyur əyləş. Salam. Xoş gəlmisiniz. Xahiş edirəm, buyurun. Əyləş. Yox, gedirəm. Çox vaxtınızı almayacağam. Lap vaxtında gəlmisiniz. Bizim imatla sizin bir yerdə şəklinizə ehtiyacımız var. Cəmaat ailəsinə qarşı diqqətli olan hər kəsə önəm verir. Ailəsinə diqqət eləyənə. Nə olub? Gəlmişəm Saranın harda olduğunu soruşum. Oteldə. Əlbəttə oteldədir. Oteldə yoxdur. Axırıncı dəfə səninlə görüşmək üçün oteldən çıxıb. İndiyə qədər qayıtmayıb. Sənə bu sözləri kim deyib? Sual-cavab oynamaqdansa de görüm Saranın yeri hardadır. Şəhrəm. Xanım Zəmanifər, bu bir yalan və töhmətdir. Çox yaxşı. Bu şəhər balacadır. Sizin çox adamınız var ki, onu gizlədəsiz. Axşama qədər sənə vaxt verirəm ki, dediyini sübut eləyib onu tapasan. O hardadır? Bilmirəm. Mən bu söhbətlərdən uzağam. Neynəmsən? Alo. Salam cənab kapitan. Nə olub? Eşitmişəm Qeysin davasında mərcə girmisiniz. Orada nə var idi? Yəni, Sus!
Siz it pişik değilsiniz ki birbirinizi didəsiz. Hamı mümindir, can kardeşleridir. Bir can, bir ruhdansız. Bu ne oyundu çıkarırsınız? Bundan soruşun. Biz Bəni Əsəddənik, böyüklərimiz də sizin beyyətdədirlər. Aranızda olan bu adi davalar kök salıb evləri yıxar. Sizcə ərəblər nə istəyir? Su içmək istədilər. Əlinin oğlu Məkkədən çıxmamışdan qabaq, bu bizim qəbiləmizə gəlib elə danışdı ki, güya qeybdən xəbəri var. Nə deyirdi? Hüseyin Məkkədən çıxıb qərar verib Küfəyə gəlsin və qiyam etsin. Deməli biz Hüseynin başqa bir qasidi ilə üzbəüzük. Bu Bəni Əsədi nə deyir? Bu sözlərin mənə adiyyatı yoxdur. O məni səhranın ortasında yaralı halda tapıb. Özü məni Bəni Əsəd qəbiləsinə gətirib. Onun dediklərinə baxmayın. Bir həftədir biz oynadır. O öz sözləri ilə nişanlımı toy gecəsindən qaçaq etdi. Deməli belə, bu namus davasıdır. O bilirdi ki, Hani Əli ədalətin aşiqidir. O qədər qulağına doldurdu ki, qız qaçdı. Əli? Hansı ədalət? Nə danışırsan? Sən Əli dükanında nə axtarırdın? Həccar istəyir bu bulanıq suda balıq tutsun. Qəbiləm şahidlik edə bilər. O Əli övladının tərəfdarıdır. Şək etmirəm. O yalan danışır. Bu davanın mənə adiyyatı yoxdur. Yox, olmadı. Sən ya bizlənsən, ya da əleyhimizə. Bir tərəflik olmasın. Cabir İbn Sənan Əsədə gətirin. O şəhadət versin ki, bu Ələvidir. Yox, bu davanın izahı olmalıdır. Bu kişini zindana atın, ağlı başına gəlsin. Bu it pişik davasının əvəzinə səninki əlin qılınc tutur, bizim əskərlərimizdən ol. Götür qılıncı. Gözləyin əmir. Mən Hüseynin elçisi deyiləm. Şamdan gəlmişəm. Yaşıl saraydan. Xəlifənin kahinlərindənəm. Buna nişanə budur ki, Selcun sarayı həmin xəlifənin Rumlu müşavirini sizə təhvil verdi. Qərar idi. Xəlifənin gizli gözü olum. Deməli belə. Məndən gəl. Xəlifənin gizli kahininə təəccüb elədim. Xəbərlər bilir ki, hələ aşkar olmayıb. Xəlifəyə başqa nə demisən? Ömər İbn Sədreyin həvəsinə bura gəlib. Qərardır, sizin ordunuzun başçısı olsun. Sübhanallah. Bu sözləri mən fikrimdən keçirmişdim. İbn Səd həmişə öz atasının Səd ibn Vəqqasın ki, İraqın fatihi idi, adının kölgəsi altında əzabdadır. O özünün irsini fitri bilir. Və o imarətin hökmünü Əmir əl-Möminin Yeziddən alıb. Amma bugün bura bir iş üçün gəlib. Mən istəyirəm o hökuməti ona bir şərtlə verim. Kərbəlaya getmək şərti ilə. Birinci, gərək Hüseyin ibn Əlinin fitnəsini yatırsın. Sonra Rey hökumətinə çatsın. Başqa birisi yoxdur. Var, onun bacısının əri Muxtar onunla bərabərdir. Cəmaatın Ömər ibn Sədə olan münasibəti Muxtardan az deyil. Amma bu fitnəni dəf eləmək üçün Rey hökumətindən az bir şey istəmir. Sən ki bizdən xəlifəyə bir şey yazmamısan. Yox. Sizin gözəl tədbiriniz şəhəri ram elədi. Sizdən başqa Əqilin oğlunu öldürməyə kimin cürəti çatardı? Siz bu işi görməklə Hüseynin və tərəfdarlarının planını alt-üst elədiniz. Məcbur oldum. 70.000 məktub bilirsən nə deməkdir?
Başına and olsun. Canımın qorxusundan Haşimilərin yaşıl çalması ilə Kufəyə daxil oldum. Bundan keçək. Bu andan bizim himayəmiz altındasan. Sizə məxsus möhür verəcəm. Necə məsləhət görürsüz? Sənə demədim Qeysin taleyinə yazılan bundan artıq olmayacaq? Bilmirəm bunun nə hikməti var. Hər şey aydındır. Ələvilər qiyam eləyib və qanları halaldır. Bəs həqiqət necə olacaq? Həqiqət İbn Ziyadın qızılla dolu kisələrindədir ki, özü ilə Kufiyə gətirib. Yavaş ol müsəlman, qapını sındırma. Gəlirəm. Bu səsküy və təbil özümüzdən ötürüdür. Tənhalıq və qəribçilikdən. Allahım sənə pənah. Həccardır. Tez gizlən, baxın bu qaranlıqda nə edirəm. Aç qapını kişi. Nə xəbərdir? Səbirli ol. Gəlirəm. Elə bil hamısı ölüb. Hansı qapını döydüm açılmadı. Düşündüm, bu üzümə açılar. Bu evin sütunları çat verib, Həccar. Sən də bir tərəfdən dağıtmaq istəyirsən. Mən dağılmışam. Ürəyim viran olub. Bəsrənin min xurma bağında güllərimi keçirdim. Gül tapdım. O çiçəklənib açıldı, amma çox tikanlı oldu. Yenə nə olub, Həccar? Gəlinin havası başına vurub, deyəsən, yemişi kal almısan, hə? Əgər ağıllı olsaydın, Cabirin yuxusuna inanmazdın. Ələ salırsan məni, imansız. Mənim qanatlarım qırılıb. Halım pərişandır. Başa düşürsən, pərişan. Kişi ki, uşaq kimi ağlamağa başladı, ölsə ondan yaxşıdır. Fürsətidir o Şamlını öldürüm. Yenə əlimdən çıxdı. Xəlifənin casus çıxdı. Dərd sərim üstünə. Düz eşitdim. Onun atının səsidir. Onun atı başına vurub. Qeys ki, anadan gəlmə Məcnun deyildi. Onun bərk yuxusu qəbilədə məşhurdur. Bu halla tezliklə yuxudan ayılmaz. Mən sübh azanında evdən gedəcəm. Hardadır? İmat, bu işdən vaz keç, xahiş eləyirəm. Buradadır. Əsəbləşmə İmat, əsəbləşmə. Açarı ver. Nəyi? Yenə hər şeyi qatdın. Qapını açmasan sındıracam. Əgər qapı açılsa, o bayıra çıxsa abrın gedəcək ha. Ey naxələf dostum, bu uğurluq nədir? Mən səni necə başa salım ki, burada olan şərait oteldəkindən yaxşıdır? Bu otağın açarı hanı?
İmad, niyə şuluqluq eləyib qarışdırırsan arana? Bu davadansa biraz fikirləş. Arvadına tutarlı cavab ver. De gedib xaricə oturdu, təyyarəyə getdi. Vəssalam. Yox, deyəsən sən başa düşmədin. Neynirsən İmad? Çox yaxşı. Qapını aç. Açaram. Möhtərəm. Möhtərəm. Bu kimdir? Nə bilim, bir arvaddır, burada iş görür. İmadcan, inan ki xeyrinədir. Seçki baş verənə kimi burada qalsın. Seçki baş tutandan sonra qapını açaq buraxaq. Çıxsın çölə, ürəyi nə istəyir eləsin. İmad, bu qapını aç. Sən Allah, bu axmağın sözünə baxma. Teymurzadə bilir mən hardayam. İmad, xahiş edirəm, qapını aç. Teymurzadə bilir? Andolsun Teymurzadə Allaha. bilir. Heç kəsə deməyəcəm. Sakit ol İmadcan. Aç aranı şəhrəm, niyə arvad gəlmir? Niyə başa düşmürsən, o buradan çıxsa abrın gedəcək? Belə oldu. Yaxşı. Alo, 110-dur. Neynəmək istəyirsən? Bu nə oyundur? Uşaqlıq eləmə. Xəcalət çək. Sən xəcalət çək. Mənə inan. Hər nə iş gördün, sənə etimad elədim, Şəhrəmcan. Ey köhnə dostum, sən mənə yox, Teymurzadəyə kömək elədin. Bu nə hərəkətdir, bu nə işdir? Heyf İmad. Bütün yaşayışımı heyf ki sənin ayağına tökdüm. Amma sən hamısını zay elədin. İnsafla, əxlaqla, vicdanla, şəriətlə hər nə iş görmüsənsə, hesablayıb ödəyəcəm. Boynumda haqqın qalmasın. Amma bu qapını aç. Bu oyunu qutar. İstəyirsən bu qapı açılsın? Hə, istəyirəm, xahiş edirəm, aç Şəhrəm, aç. Yaxşı. Mən bu qapını açaram. Amma bil İmad, əgər bu qapı açılsa, bu qız buradan çıxsa bizim aramızda olan hər şeyi qutaracaq. Sən bir, mən başqa tərəfə gedəcəm. Yaxşı fikirləş İmad. Açım. Aç. Yolumuz ayrılacaq. Açım. Aç qapını. Mənim şikayətim yoxdur. Niyə? Niyə yoxdur? Hə? Niyə? Sən gərək məndən şikayət eləyəsən, gərək mənim abrımı aparasan, ayağımı qırıb yıxasan, xahiş eləyib mənə lütf eləyəsən. Niyə ürəyin yanır? Başa düşdüm. Yox, başa düşməmsən. Sənə qarşı olan lütf və yaxşılığı başa düşməmsən. Niyə Sara? Pula, torpağa xatir? Buna görə? Ax. Ax. İndi başa düşdüm. Elə fikirləşirsən ki, mən heç nə başa düşmürəm. İnsanları tanımıram. Bir axmağam. Əlimdən pislik gəlmir, hə? Belə fikirləşirsən? Mən həmişə səndən razı qalmışam. Kaş ki, belə olmayaydın. Kaş ki, olmayaydın. Kaş heç vaxt borcu qaytarmazdın. Sən nə vəziyyətdəydin? Məyər mən sənə kömək eləmədim? Mən səni o xiyabanların yaxasından qutarmadım. Sən narkoman idin. Sənə kömək elədim. Sənə adam elədim. Bu cür təşəkkür eləyərlər. Sənin mənə olan hörmətin budur. Sənə sübut edəcəm ki, səhv etmişəm. Artıq sübut elədin. Əməllərinlə sübut elədin. Mən nə elədim ki?
Sən mənim bütün etiqadımı yerlə yeksan elədin. Bütün arzularımı məhv elədin. Onların reallığını əlimdən aldın. Sənə təşəkkür eləyirəm. Yatmışdım, ayıltdın. İndi başa düşdüm, sözün cavabı fəryaddır. Daşın cavabı kəsəkdir. İndi nə qələt eləyirsən elə, amma sənə bunu deyim. Mən seçkidən üz döndərməyəcəm. Mən inanıram ki, 100% axırıncı damcıya qədər mübarizə aparacam. Nə eləyim? Nə eləyim ki, məni bağışlayasan? Sənin üçün oyun oynayım? Get kimya ilə danış. Aramızda bütün olanları. Nə az, nə çox, hamısını danış. Ondan sonra nə eləmək istəyirsən elə. Hara gedirsən get. Mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bəh, xanım Xürrəm, səni göylərdə axtarırdıq. Mən ancaq Bir dəfə sənə demişdim. Nigaran idim ki, başına oyun gələr. Çox təəccüblüdür ki, sənə ürək yandırdılar, buraxdılar. Bəlkə o tərəfə keçmisən. daha bəs Ağa Teymurzadə. Mən sizin çirkin işlərinizlə batmaq istəmirəm. Yaxşı olar ki, başqa bir adam tapasınız. Mən sabah İrandan gedirəm. Yavaş, yavaş, yavaş. Bərk getmə qızcığaz. Sürüşüb başın daşa dəyər. Bura döyüş meydanıdır. Kim qalxanını möhkəm tutmasa, qılıncla ortadan 2 yerə bölərəm. O kəslər ki, sənə məhsumluq dərsi verdilər, əməlləri var ki, gecədən də qaranlıqdır. Bunların mənim üçün əhəmiyyəti yoxdur. Bura kimi siz istəyən işləri gördüm. Bundan sonra isə öz istədiyim işləri görəcəm. Bundan sonra sizin kimi adamların əlində alət olmayacam. O torpaqları da özünüz üçün saxlayın. Alo, salam İmad. Mən sizi oteldə gözləyirəm. Haradaydı? Tapa bildin? Dastan uzundur. Oteldə səni gözləyir. Get nə sualın var, soruş. İmad sizi tapdığı üçün təbrik edirəm. Olar ki, tərifdən keçək. Mən bu sözlərdən ötürü bura gəlməmişəm. Nə bilmək istəyirsiniz? Hər şeyi. Səninlə İmad arasında baş verən hər şeyi. Bunlar həzin xatirədir və keçib. İmad deyir, siz vəkilsiz. Məni mühakimə etmək istəyirsiniz. Yox. Sadəcə kiminlə ömür sürəcəyimi bilmək istəyirəm. Ancaq bu. Çox yaxşı. Hardan başlayım? Bu Xəlilinin şəkillərinin tozu da burada qalmasın. Hamısını yığın ambara. Yorulmayasınız. Allah qüvvət versin. Teymurzadə, yaxşı vaxta gəlməmsiz. Gərək qutunu da kiçik eləyəydiniz. Sizi təbrik üçün gətirmişəm. Mən elə yaralanmamışam ki, göynəyən yaramın üstünə duz basmayın. Niyə belə əsəbisən, cavan? Xanım, bu gündən şirini sizindir. Mübarəkdir inşallah. İnsan xətakardır. Allah bağışlayandır. Vallah bu iş üçün cəmaat çox çalışıb. Maşallah, maşallah. Dostlar, işinizlə məşğul olun. Xahiş eləyirəm, yayınmayın. Bu əzizlərin çox səbri var. Sizin üstünüzə çox yüklər yığıb. Vallah mən olsaydım dözə bilməzdim. Maşallah, maşallah. Bərəkallah, afərin. Siz ki, belə qəşəng danışırsınız, niyə namizədliyi izi vermirsiniz? O biri dövrdə irəli sürərəm. Teymurzadə, həvəsini yığ başqa yerdə söhbət elə. Buraya sözüm var. Mənim ürəyim səndən də çox yanır.
Mən elə düşünürəm ki, fərasətim var. Yoxsa düz demirəm? Nə sözünüz var? Xüsusi bir işim var. Gedək otağa. Uşaqlar, siz işinizlə məşğul olun. Bu qədər zəhmət çəkməyinə sənə nə qədər verib? O Allaha aiddir. Allah eləməsin. Şək eləmirəm ki, heç yarım qəpik də ovucuna qoymayıb. Səndən yaxşı istifadə eləyib. Xüsusi işin budur. Sən ki, siyasətdən dərs almamısan, niyə tədris eləyirsən? Bir işə düşmüsən ki, hər zaman sürüşüb başı aşağı düşə bilərsən. Kim səndən istəyib ki, söz verəsən, sonra üstündə dayanmayasan? İmad Mahir fırıldaqdır. Beytülmalın, xarici sponsorların pulunu cibinə qoyub ki, ağır gəlsin. Cənab ağay Teymurzadə, o mətni ki siz oxudunuz, mən özüm yazmışam. Bu tamaşanı elə kəsin yanında oynayın ki, sizi tanımasın. Sənin özünün də təmizə çıxmağına ehtiyac var, əzizim. Təmizə çıxmaq olar. Amma vay o gündən ki, insan qovulmuş olsun. Ağıllı ol, oğul. Hələ də gec deyil. İmaddan nə istəmirsən, məndən istə. Yerinə yetirərəm. Ancaq kömək elə, o fırıldağın niyyətinin üstünə açaq. Onu cəmaat yanında biabır edib məhv eləyək. Danışmağı yaxşı bacarırsınız. Daşı su edirsiniz. Amma bu dəfə kör oldunuz. Mən necə olsam da namərd deyiləm. Düzdür, İmad pis dostdur, amma hələ elə adam olmayıb ki, mən duz çörəyi tapdalayam. Sən hələ istisən və xamsan. Amma çox keçməz, həm soyuyarsan, həm bişərsən. Yalnız o vaxt sənin üçün nəyin xeyri olduğunu bilərsən. Yaxşı, nə vaxt sakitləşdin, mənə zəng vur. Bil ki, bizim cavabımız ənam və bəxşişlədir. Gözləyirəm ağay Xocəsti. Nə oldu? Halım yaxşı deyil. Hara? Polisə. Xanım Sara Xürrəm, Bəli. gərək bizimlə gedəsiniz. Nədən ötürü? Bir neçə suala cavab verməkdən ötürü. Cənab kapitan. Bijam kəbiri nəyimlə əlbirdir. Bir saat bundan qabaq Tehranın ətrafında tutulub. Birinci reyslə onu bura yolladılar. Çatan kimi işimizə başladıq. Hələ etiraf eləməyib ki? Yox, hər şeyi inkar edir. Deyir maşını qəbristanlıqdan oğruyub və sahibini də tanımır.
Siz sözlərinə inandınız? Biz Ağa Yusifin saatını və bir neçə əşyasını onun evindən tapdıq. Bu onun yalan danışmasına sübutdur. Olar mən özüm onunla söhbət eləyim? Siz vəkilsiz və bizdən yaxşı bilirsiniz ki, bu qeyri-qanunidir. İnşallah tezliklə bir yol açılar. Çox yaxşı. İcazənizlə. Allah amanında. Sağ-salamat. Bu axırıncı məktubdur ki, Hüseyn ibn Əliyə yazdım. Xəbər çatıb ki, Kərbəlada dayanmısan və sülh bağlamaq fikrin yoxdur. Əmirəl-möminin Yezid mənə yazıb ki, başımı çiynim üstünə qoymayım və çörəyi doyunca yeməyim, ta səni lətif və kəbir olan Allaha tərəf çağırım. Yaxud mənim Əmirəl-möminin Yezid ibn Muaviyyənin hökumətini qəbul elə. Və salam. İstəmirsiniz onu yola verməklə işi qutarasınız? Siz ki, çox yaxşı bilirsiniz, Əbu Turabın oğlu sülhə meyilli deyil. Sözlə, hədd qoymaqla, orduyla tədbir gördüm, alınmadı. And olsun o başına, qəbrini alıb oxu. Bizim cəsuslarımızın hesabatı 60 min dirhəm o səhranın cəmaatına verib ki, qəbrinə tərəf gələn zəvvarlara yol göstərsinlər. Bu cürdüsə, siz də onun istədiyi kimi rəftar eləyin. Kufə cəmatının isti kişmişini soyudmalısan. Yoxsa onun ölümündən sonra minlərlə evlərdə qiyam başlasın. Gərək elə bir yol tapaq ki, qan tökməyəsiz, axırı xeyirlə qutarsın. Yox, iş işdən keçib. Bu cəmaat haqqındakı danışırsınız, bizdən kiçik bir səhv gözləyirlər ki, bizim kitabımızı bağlasınlar. Əqilin oğlunun əhvalatında bir dəfə o zərbəni gördüm. 40 min nəfər Darul İmarəyə yürüş elədi. Az adam deyil, qorxulu bir yuxu idi. Onları 1000 yerə böldüm ki, dağılsınlar. Əmin-aman bayraqlarını əskərlərimə verdim ki, onların arasına girib təfriqə törətsinlər. Darul İmarənin xəzinəsi dadımıza çatdı. Elə ki, qutardı, hamısı dağıldı. Bu cəmaatın danışan ağzını yalnız qızıl dinar bağlayar. Şama məktub yazmışam, onlardan qızıl istədim. Gec tərpənsək, hesabımızı Əzrail eləyəcək. Ürəyim yandığından deyirəm. Qızıl dinarlarla bu cəmatın ağzını bağlamaq düzgün deyil. Beytul malı zay eləməkdir. Cəmat biruzə vermir. Onlar Peyğəmbərin nəvəsini qəlbən sevirlər. İcazə verin bu bəladan çıxsın. Axırıncı məlumat ki, mənə çatıb, xəzinədə o qədər qızıl var ki, müxalifətin ağzını yuma bilər. Əgər xəlifəyə düzgün məlumat çatdırmaq istəyirsənsə, yaxşısı budur ki, cəmaatın içində ol və tədbiri ki, bu kiçik bəndə Allahın lütfü ilə gedib görəsən. Atımı təsadüfən tapdım. İnsafdan deyil onu tək qoyum. Düşünməzdim səni belə tezliklə azad edərlər. Gözlə. Dövran həmişə belə olmayacaq.
Nədən utanırsan? Xəlifənin casusu olmaqdan, yaxud mənə yalan danışmaqdan? Casusluq? Kimdən eşitdin? Həccardan. Ruzigarın oyunudur. Uzaqdan oğurluqdan ötürü gəlməyinə şəkkim yoxdur. Axırı əlimə düşdün. Məcburən qəbul elədim. Qəbul eləmək? Yaşıl saraydan məlumat var. İbn Ziyad belə asanlıqla təslim olmayacaq. Hələ də Hüseyn İbni Əlinin cihadının səsinə səs verirsən. Həm İbn Ziyad, həm Yezid yaxşı bilirlər ki, nə qədər Hüseyn İbn Əli sağdır, öz əqidəsindən dönməyəcək. İbn Ziyad işi bir dəfəlik eləmək istəyir. Sən nə dedin? Çalışdım fikrindən daşındırım, amma nail olmadım. Mən sənə təəccüb eləyirəm. İmam Hüseynə kömək eləmək istəyirsən, amma hərəkətin yoxdur. Nə iş görməliyəm? Qeysi görmədin? Az dəstəklə nə elədi? Qeys və Müslümin özlərinə məxsus zamanları var. Mənsə başqa zamana aidəm, Hani. Bir iş görə bilmərəm. Hansı zaman gəlsən də, hələ də İbn Ziyadın sarayındasan. Belə olsa belə. O vaxt İbn Ziyad bir işə qərar versə, mənim əlimdən bir şey gəlməz. Sən İbn Ziyadla təklikdə olanda hər bir işi görə bilərsən. De görüm neyniyim? Öldür. İbn Ziyadın ölümü ilə hər bir şey qutaracaq. Sən bu işi görsən, sənin dediyin Ruzigar dəyişər. Bu iş belə asan deyil. Mühafizəçiləri kölgə kimi arxamca gəzirlər. Kufə cəmaatı ümidli Ruzigarın intizarındadır. İbn Ziyadın ölümü ilə hər şey dəyişəcək. Nədən qorxursan? Sən öldürsələr izzətli ölümə yetişərsən. Mən Ələvilərin məhəlləsində İbn Təminin evinə gedirəm. İşini bitirən kimi bizə qoşul. Mənə yardım eləyən var. Bu Cəlalla olan səfər idi. Bu Kufəllər bizlə vəfasızlıq elədikləri kimi Hüseyn İbn Əli ilə də vəfasızlıq eləyəcəklər. Mütləq. Sənin işindir. O maşın ki, Fərhad Müşfiqi vurub, oğurluq idi. Bu oğurluq sənin əl işinə oxşayır, yəqin ki. Onu da sən öldürmüsən. Niyə? Çünki o sənədləri ələ keçirmək istəyirdin. Buna xatir ki, sənə əmr verilmişdi. Kimdən əmr alırsan? Kimin üçün işləyirsən? Cənab kapitan, and olsun Allaha. Ondan and içmə. Axı mən ancaq maşın oğurlamışam. Mən bilmirəm. Bu qədər cinayətin mənə aidiyyatı yoxdur. Sənin işində 2 qətl hadisəsi var. Sonuncu Milli Məclisin keçmiş üzvünə aiddir. Bu adi cinayət deyil. Bu siyasi qətldir. Mənası budur ki, sənə bir həftəyə məhkəmədə hökm oxunacaq, şəhərin böyük meydanında edam olunacaqsan. Kim deyib ki, biz onu öldürmüşük, cənab kapitan? Bu aşkar böhtandır. Bu faydasız işdir. Dostun hər şeyi etiraf elədi. Sən sübut istəyirsən? Ağa, biz bunları maşından tapmışıq. Əllərimiz sınaydı, bunları götürməyəydik. Bura bax, mənə cəfəngiyat danışma. Mən 20 ildir ki, sənin kimi kələkbaz, cinayətkar, oğurlarla rastlaşıram. O qədər dəlil sübutum var ki, etirafsız səni dar ağacına göndərərəm. Pambığı qulağından çıxart və dediklərimə diqqətlə qulaq asıb cavab ver. O sənəd hardadır? Mən bilmirəm. Dostun deyir, sən götürmüsən. Maşını ona vermişsən. Sənədləri özündə götürmüsən. O it yalan deyir. Deyir, planı sən çəkmisən. Fərhad Müşfiqi vuran maşının sürücüsü də sən idin. Sonuncu ölümcül zərbəni də Yusif Zəmanifərə sən vurmusan. Namərdin öz işi idi. Alçağın biri. Təsadüfən baş verdi.
Öldürmək fikrimiz yox idi. Nə oldu cənab kapitan? Boyunlarını aldılar. Təəssüf edirəm, xanım Zəmanifər. Atanızı öldürüblər. Maşınları hazırlayın, gedirik. Hara gedirik? Ağa Zəmanifərin cənazəsini gizli yerdə gizlədiblər. Gərək ora gedək. Yaxşı olar ki, siz gəlməyəsiniz. Xanımınızın əhvalı yaxşı deyil. Biz içəri giririk. Burada heç kəs yoxdur. 2 nəfər göndərin, axtarsınlar. Burada heç kəsi yoxdur. Özümüz onu içəri atdıq. Əgər yalan danışırsınızsa, Allah sizə rəhm eləsin. Nə yalan? Cənab kapitan, biz onu bura gətirəndə o ölmüş idi. Deyirəm bəlkə Allah eləməmiş ölü dirilib. Boş-boş danışma. Öldüyünü hardan bildiniz? Bu dedi. Ürəyi vurmurdu. Aparın bunları. Gedək. Cənab kapitan, Bəli, rəis. idarədən əlavə yardım istəyin ki, buranı addım-addım axtarsınlar. Oldu, rəis. Cənab kapitan, burada biraz qan tökülüb. Nümunə götürüb ekspertiziyaya göndərin. Baş üstü. Nə oldu cənab kapitan? Burada yoxdur. Yoxdur. Yəni nə? Əgər bu 2 nəfər düz deyirsə, cənazəni bura gətiriblər. O isə buradan uzaqlaşıb. Yəni atam sağdır, İmad. Yaxşı, biz neyniyək? Səbr eləyin. Bu vəziyyətdə o buradan çox uzaqlaşa bilməz. Taparıq. Özün bilirsən harda dayanmısan, Yusif. Elə hadisənin ortasındakı həlli sənə bağlıdır. Bir həqiqi döyüş meydanında. Səninki təcrübən var. Amma bura, məyər İbn Ziyadı, Maliki, Əşrətin oğlu İbrahim öldürməməlidir? Tarix belə yazıb. Öldürmək sənin əlində deyil. Sənin başqa vəzifən var. Yox, belə deyil. Bəhanə gətirmə. Öz sədaqətini göstərmək zamanıdır. Başını yuxarı qaldır. Fürsət tapan kimi işi bitir. Deməli ona xələf fərari sənsən, hə? Məlumatı düzgün çatdırmayıblar. Vacib xəbərdən ötürü Kufəyə gəlmişəm. Allahın dini ilə düşmənçilik eləyəndə cihad etməkdən başqa nə vacib iş ola bilər? Sən cihaddan qaçıb amanda qalmaq istədin ki, Siley rəhm eləyəsən? Arvadımın mirasının dalıcı gəlmişəm. Beli ısınsın.
Belə bir vaxtda ər-arvad davası, ov kimi ayağın tələdə qalıb, Miras zəifə yetişməlidir. Qardaş bacılar dişlərini itiliyib durublar. Qaziyə ərizə yazdım, bəlkə işimi yüngülləşdirsin. neçə dirhəm? Bu bəhanə döyüşdən qaçmaq üçün keçərli deyil. Canını qurtarmaq üçün özünü zəifliyə vurursan? Əhv eləyin, cənab əmir. Fərz elə ki, vacib bir əmirdir. Dərəbəylik deyil ki, icazəsiz ordunu tərk eləyəsən. Hə? Aparın! Aparın! Meydanda şallaqlayın ki, başqalarına da dərs olsun. Yox, yox. Əhv eləyin, cənab əmir. Əhv eləyin. Bağışlayın. Cəsarət eləyirəm, əmir. Amma o kişinin tutarlı dəlili var. Çox tutarlı dəlildir. Tutarlı ya tutarsız, gərək cəzalansın. Bu ilk belə hadisə deyil. Əskərlər müxtəlif bəhanələrlə ordunu tərk eləyirlər. Buyur. Şəvas ibn Ribninin məktubu. Gör bir necə olub. Özünü xəstəliyə vurub. Gecə qaranlıqda gəlib ki, mənim gözlərimdən gizlində qalsın. Yaz. Cavabı. İki şəhərin Bəsrə və Kufənin əmiri olan Ubeydullah ibn Ziyad tərəfindən Şəvas ibn Ribniyə. Sənin məktubunda özünü xəstəliyə vurmağın hiss olunur. Sənə Allahın ayəsi ilə cavab verirəm. Buyurub, o kəslərdən olmayın ki, möminlərə çatanda deyərlər, biz iman gətirmişik, amma elə ki, şeytanın dostlarına yetişərlər, onlardan olduqlarını deyərlər və möminləri məsxərə eləyib gülərlər. Bax belə. Təkid elə. Əgər bizim fərmanımıza tabi edilərsə, gərək 1000 nəfərlə Kərbəlaya getsinlər. Hüseynin kiçik bir karvanına bu qədər ordu nə üçün lazımdır? Əgər bu qan ətəyə axmasa, sabah iddiaçı tapıla bilər. Buna görə də bütün qəbilələrin əllərini qana batırmalıyıq. Yaxşı olar ki, namazı məsciddə cəmaatla qılaq. Nə oldu? Bu işi bacarmadım. İşini bitirmək istəyəndə məscidə cəmaatla namaza getdi. Eşitmisən, Hüseyin İbn Əli dini və namazı diriltmək üçün qiyam eləyir. İbn Ziyad cəmaatı aldatmaq istəyir. Bəs sən nə üçün inandın? Qismət olmadı axı. Demişdim əlimdən bir iş gəlməyəcək. Bilsəm ki, İbn Ziyadla birləşib ələvlərə qarşı çıxmaq niyyətim var, saplağı sındıraram. Əlacsız qaldım. Demişdim axı. Qorxum İbn Ziyadın cəzasından deyil. Sənin tək qalmağındandır. Ürəyin yandığına görə, yoxsa mənə yazığın gəlir. Samirə. Samirə. Yenə həmin ad. Hələ də yuxudasan. Mənim halım çox pisdir. Sənə ümid bağlamaqla yaşayıram. Bu ərəblə əcəm arasında niyə mən? Axı, sən kimsən? Sən bilmədiyin yerdən danışmadığın zamandan bəni Əsədə gəldin. Mənim yoluma çıxdın, özünü Ələvi kimi təqdim elədin. Sonra xəyallardakı kimi iddia elədin ki, mən sənin Samirənəm. Bir dəfə qəbiləmdə Hüseyin İbn Əlidən danışdın. Səndə öz Yusifimi gördüm. Özümlə əhd bağladım ki, o qayıtsa elə bir iş görəcəm ki, rahat olum. Sənin yuxu ilə ayıqlığın çox oxşar oldu. Xəyal elədim ki, Yusifimi tapdım. Hələ də şəkkim var. Mənim Yusifim o kəslərdə deyildi ki, canavarı göndərsin, sonra çobanla birlikdə oturub ağlasın. Sən ki, o deyildin, niyə məni bu oyuna atdın? Özüm də məhtəl qalmışam.
Bilmirəm nə baş verir. Sənin məsələn ələ fala baxanlar kimidir. Özündən başqa hamının gələcəyini bilir. Sən de bunlar yuxudur, yoxsa gerçək? Sən oyaqsan, mən yatmışam. De görüm neyniyim? Özün ol, Yusif ol. Darul İmarədən sağdan soldan əskərlər Kərbəlaya gedir. Sən ki gələcəyi bilirsən, vəzifənə əməl elə. Necə? Bu gecə İbn Təmmin evində Ələvilərin məhəlləsində Hüseynin tərəfdarları ilə görüşərik. Onları cəm eləmək mənli idi. Onları Vəqiyyə gününün baş verəcəyini söylə. İnandır ki, sən Hüseynin elçisisən. Səfərbər elə. İş işdən keçməmiş kömək eləyərik. Mən heç nəyi dəyişdirə bilmərəm. Qüdrətin çatdığı qədər hərəkət elə. Hərəkət elə. Mənim kimyam. Bilmirəm mənim yazdıqlarıma inanacaqsan ya yox. Hər dəqiqə bu səfər məni yandırır. Dağ boyda atəşin içindəyəm. Əlimdən də bir iş gəlmir. Bir tərəfdən Kufəyə qərib gəlməyim, digər tərəfdən yarıma çatmağım. O günlərin dəhşətli yuxularına düçar olmuşam. Buradakı səhralar çatlamış biyaban kimidir. Samirə kölgə kimi dalımca gəlir. Kaş oyanaydım və bütün bunlar köhnə yuxularım kimi olaydı. Amma yox. Samirə necə olar? Nəsə eləməliyəm. Bu xütbə höccəti tamam eləmək üçündür. Burada olanlar olmayanlara çatdırsınlar. Şükür Allaha, Şamdan ordu gəldi. Bu vədləri ki, burada söz vermişdim, baş verdi. Xəlifənin düşmənlərinə od vuruldu. Onlara deyin, bu andan bu şəhər Şam əskərlərinin nəzarətindədir. Pis iş gördünüz. Çox pis iş gördünüz. Xəlifənin qəlbi bu cəmaatdan sınıb. Şəxsən onun əmridir. Bütün şübhəli kəsləri məyus eləyək. Amma o kəslərin ki, Əbu Süfyan ailəsi üçün ürəyi yanır, bilsinlər. Yezid onlarla yaxşı davranacaq və gözəl bəxşişlər verəcək. Xəlifənin necə ürək yandırdığını gördünüz. Əta eləmədiyini də görəcəksiniz. Yezid özü də atası kimidir. Bu sizə Bəni Ümeyyə oğulları tərəfindən ehsan və bəxşişlərdir. Dəvələr və qızıl sikkələr. Qərara gəlmişəm, bütün qəbilələrdə olan dostlarıma bunları bəxş eləyim, bu sikkələri aramızda bölərik. Və sizi düşmənimiz Hüseynlə müharibəyə göndərəcəm. Gedin, Hüseynlə müharibə aparın. Belə olsun. Eşidin və itaət eləyin. Şəhəri məhəllə-məhəllə, küçə-küçə gəzin. Cəmaatdan xəlifə Yezidə və bizə beyyət alın ki, onlar itaətsizlik və fitnədən çəkinsinlər. Cəmaata çoxlu bəxşişlər vəd eləyərək qoşuna dəvət eləyin. Biz gərək mütəşəkkil bir ordu ilə onun üzərinə gedək. Xoşbəxtlikdən Şam ordusu yetişdi və bizim canımızı Kufə cəmaatının ixtişaşından qutardı. Çox şükür. De görüm sən Şam ordusunun başçıları ilə görüşmək istəyirsən? Şam ordusu? Nə oldu? Niyə təəccüb eləyirsən? Bu haqda məlumat sizdən qabaq bizə yetişib. Gərək Şamlı dostlarımızla tezliklə görüşək. Mənlə gəlirsən? Əgər icazə verirsinizsə, gizlin qalmaq xatirinə gəlməyim. Yaxşı. Biz çox şeyi bilmədiyimizə görə, siz gizlin məmuriyyətinizə davam eləyin. İstəsəz Nühə ilə də bizə qoşularsınız. Baş üstə.
Salam. Aleyküm salam. Ha, nə oldu? Ələvləri bu gecə bura dəvət eləmişəm. Nə dedin? Sabah Hüseyn İbni Əlinin yavəri ilə Kərbəlaya gedəcəm. Ağlını başına yığ, qız. Bu evi xaraba qoymaq istəyirsən? İndi başa düşdüm, haqqında deyilənlər yalan değildi. Qəbilədə baş çıxarmadın. Həccarı, atanı avara qoydun. İndi mənim də aqibətimi məhv eləmək istəyirsən? Sənin aqibətin xeyirli olar. Əgər Ələvlərin məhəlləsində heç olmasa bir dəfə xeyirlə yad olunmasan. Cüfədən başqa viran olması yer yox idi. Arvadından qalan xeyirli bir şeyim var ki, İbn Ziyadın əskərləri bura ayaq basmazlar. Səni buradan bayra atmamış evimdən çıx, get. Yaxşı, gedirəm. Amma sabah küçədə baş aşağı gəzəndə demək ki, dayımın hörmətini saxlamadım. Səbr elə. Evi düzəngah eləmək fikrin yoxdur ki. Gecə yarısı gələcəklər. Sözlərini deyib gedəcəklər. Bu cür sənin haqqında olan söz söhbətdə qutaracaq. Beşinci hissənin sonu. Dublyajın rejissoru Ramil Adiloğlu. Tərcümə edən Vüqar Həsənov. Səs rejissoru Sahib Cumayev. Filmi səsləndirdilər Aytən Əlizadə, Günel Lətifli, Mahir Melişov, Ramil Zeynalov, Emin Nəsirli, Nihat Ağayev, Talib Ələsgərov və Sahib Cumayev. شب دل شوره و رفتم کنار این شب زخمی بمون با من بمون با من ببین شب به یاد تو فقط از گریه میبارم حلالم کن تو میدونی دل بی طاقتی دارم تماشا کن صدایی که به دست بادها دادی تماشا کن چراغی که به تاریکی فرستادی میونه رفتن و موندم کنار تو گرفتارم تن بی سر بی تن نگو دست از تو بردارم اگه بعد از تو میمونم اگه بعد از تو میپوسم خدا حافظ خدا حافظ تو رو با گریه میبوسم خدا حافظ